11-ci sinifdə oxuyanda gülə-gülə deyirdi ki, bu bizim o 92-ci ildə 4 şəhidimiz var da kəndin. Onların da bir balaca bulaq var idi orada. Deyir gülə-gülə bir günən belə uşaqlara dedi, bir gün gələcəkdir, o şəkillərin arasında mənim də şəklimi görəsiniz. Çox qeyrətli uşaq olub, ağıllı, sözə baxan olub, bizi incitməyib. Çox xatirələrim var onda. Amma demişdim, sağ qaysaq toyumuzu bir yerdə eləyərik. O səssizcə böyüdü. Amma ürəyində böyük vətən sevgisi daşıdı. O, ailəsinə qarşı nə qədər mehriban idisə, torpağına da bir o qədər bağlı idi. O, seçilmək istəmədi. Amma hər zaman önə keçdi. O, qorxunun üstünə addımladı. Çünki azadlığın qiymətini bilirdi. O, döyüş meydanında yalnız əskər deyildi. O, ləyaqət və fədakarlığın canlı simvoluna çevrildi. O, şəhid oldu. Amma geridə iz qoydu. Yaddaşlarda, dualarda, torpağın özündə. Tariximizin hansı səhifəsini vərəqləsək, orada cəsur, igid babalarımızın keçdiyi qəhrəmanlıq yollarının izinə rast gələrik. Məmləkətimizin tarix boyu ən ağır sınaqlarından şərəflə, uğurla çıxması da məhz o igidlərin vətənə sonsuz məhəbbətindən irəli gəlir. Vətənpərvərlik söz ilə əməlin üst-üstə düşməsidir. Əsl vətənpərvər vətənə məhəbbətini sözdə deyil, gördüyü işdə, çəkdiyi zəhmətdə, fəaliyyətində nümayiş etdirir. İntiqam İsmailov da sözü, əməli ilə yanaşı, qəlbindəki sevgisi ilə vətəni sevən, onun uğrunda canını fəda eləyən vətən oğullarından biri idi. İki evladım vardı, iki oğlum var idi da, yok, kızım yok idi. Dört baş aile idik da evdə. Özüm də işləyirdim, sənətkar idim. Sonra bu vəziyyətlə əlaqədar olaraq zavod bağlandı. Gəldim kənddə, kənd həyatı ilə məşğul oldum. O uşaqları elə böyütdüm. İmkan qədər özüm əziyyət çəkdiyimə görə onları biraz əziyyətə salmaq istəmirdim. Amma elə ki qandılar, böyüdülər. Ondan sonra onları sərbəst özüm bıraxdım. Dedim, oğlan uşaqsız, kişisiz. Həm çətinliyə öyrəşin, həm də müstəqil, özünüz həyatda yaşamağı bacarın. Çox qeyrətli uşaq olub, ağıllı, sözə baxan olub, bizi incitməyib. Çox xatirələrim var onda. Çox yaxşı uşaq olub. Qardaşı getdi əskəriyə, o sərhəd qoşunlarına getdi.
Heç o gəlməmiş bu uşaq getdi əskəriyə. Yəni onlar 3 ildən çox bir-birini görmədilər. O əskəri qurtarmamış bu getdi. Balaca intiqam getdi. O da getdi, düşdü Gəncəyə. Gəncədən də seçildi. Dedi, mən seçimə gedirəm. Getdi kəşfiyyata. Ağstafa kəşfiyyatına. Qabaqcalarım komanda biri yox idi, kəşfiyyat taburları var idi. Könüllü olaraq kəşfiyyata yazıldım. Şəmkir korpusuna. Orada yazılandan sonra bir 3 ay yaxın bir zamımız oldu, kursumuz oldu. Elə intiqamla orada tanış olduq kursda. Yaxın münasibətimiz oldu. O kursu bitirib qutarandan sonra xidmətimizə davam elədik. Elə yoldaşlığımız, qardaşlığımız da elə orada başladı. Orada aprel döyüşləri başlayıbdı. Ondan sonra onlar gediblər o aprel döyüşlərində də o getdik deyir, amma girmədik də döyüşə. Bizi saxladılar elə bir zapas kimi də. Təzədən 4 gün çəkdi yəqin ki o döyüş. Ondan qaytardılar. Bir Tovuz döyüşlərində də onlar gediblər, amma ondan elə bir məlumatım yoxdur. Onlar bir o maşında getdiyi çəkiliş var. Ki o Tovuz döyüşlərinə onlar giribdi, girməyib. Onu bilmirəm. İlk müharibəmiz Toz döyüşlərində onunla bir yerdə olduq. Elə bizi Toz döyüşlərinə ilk getdiyimiz gün mənə dedi ki, birdən şəhid olduq. Dedim, onu Allahdan başqa heç kim bilmir. Alnımızda varsa şəhidlik o da olacaq bir gün. Bizi apardılar, həmən o kəndin adı yadımdan çıxıb, Tozun kətlərindən birinə, kəndin qıraq yerində yerləşdik. Elə şəhid Polad Həşimov həmin günü, elə bir günün 1-2 gündən sonra şəhid oldu. Biz indi Şuşa qalasının qarşısındayıq. Ancaq intiqamın döyüş yolu lap əvvəldən, hələ Tovuz döyüşlərindən başlamışdı. Vətən müharibəsi başlayanda intiqam əvvəlcə Kəlbəcər Murov istiqamətində döyüşdü. Ardından Hadruta keçdi. Sonra isə artıq Şuşa döyüşləri başladı. Baxmayaraq ki, intiqam xüsusi təyinatlı qüvvələrin mənsubu deyildi. Ancaq könüllü olaraq kəşfiyyatçı kimi onlarla bir yerdə Şuşa döyüşlərinə qatıldı. İndi artıq biz şəhərə daxil oluruq. Bugün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər var. Dedilər ki, müharibə başlayacaq. Dedim, başlasa da onsuz da bir yerdə olacaq. Ya şəhid olacaq, ya qazi olacaq. Amma demişdim, sağ qaysaq, toyumuzu bir yerdə eləyərik. Və qismət. İlk Toz döyüşlərindən sonra müharibə başlayanda Kəlbəcər Murov dağı istiqamətində oldu. Xocalının deyək, bütün tökülən qanların qisasını almaq və torpağımızı azad eləmək hissi bizdə o ruh yüksəkliyini yaratmışdı.
Və orada start verildi döyüşə və döyüş başladı. Oradan bizim tapşırığımız verdilər bizə tapşırıq. Canavar sağ, canavar sol deyilən postlar var. Oranı götürmək. Və getdik, oranı götürdük. Telefonda da o heç vaxt danışmırdı elə sözlər. Dedim biraz vəziyyət pisdir. Dedim ay heç nə. Allah qorusun, özü qoru. Zərər yoxdur. Vəziyyət düzələr, yox. Mən oturmuşam burada, nə xəbərim var. Gəlib oxuyarsan, zərər yoxdur. Nə köməklər lazımsa mən eləyəcəm. Dedi heç nə elə. Gəlib evə dəyib, evdə maşını da evə qoyub gedəcəm. Maşını da demirəm almışdı maşını. Bir dənə arzusu idi. Verdilər bizi Hadrut qəsəbəsinə. Hadrut qəsəbəsində azad etdikdən sonra Füzuli rayonundan azad elədik. Şəhidlərimiz, yaralılarımız, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Və ondan sonra Tuğ falan getdik. Üzü məqsəd Şuşaya doğru getmək idi. Və o ermənilərdən bir səhv eləməmsə general deyilmişdi ki, Şuşa kimdədirsə Qarabağ onundur. Gecə Şuşa Xankəndi yolunda durmuşuq. Ermənin elə bil bir silah daşıyan, sursat daşıyan kamazı gəlmişdi. Bizim heyətlərdən qruplar qarşısını aldı, orada xeyli atışma getdi, dayandırdılar. Oturub bir 5 dəqiqə dedik, dincimizə çıxaq, sonra hərəkət eləyərik. Orada bir xeyli söhbətimiz oldu. Qardaşım patinkası su idi, ayağı botu su idi deyə. Dedim, ehtiyat botum var, verərəm. Ayağımızı dəyişək, biraz istirahət eləyək, çörək yeyək. Danışırdıq telefondan. Yəni bizə o qədər də hərbi sirləri vermirdi. Sadəcə olaraq bir neçə dənə şəkil yollamışdı. Yəni tamamilə, yəni 95% yəni məhdud danışırdı bizlə. Biz də yəni əlavə də suallar vermirdik ki, yəni hərbi sir aşkar olmasın. Müharibə başlandı, yəni 44 gün ərzində mütəmadi bizlə əlaqə saxlayırdı, mənlə də şəxsi əlaqə saxlayırdı. Yenə də yəni adi günlərdəki kimi söhbət edirdi, yəni hərbinin sirrini qətiyyən vermirdi. Axırıncı kərə mən onunla danışdım, oktyabrın 25-i. Oktyabrın 11-də bu birinci şəhidimiz Kənan qohumumuzdur, o da atam tərəfdən qohumdur. O uşaq şəhid oldu. O da yaralanıbdı qılçasından. Onu da uşaqlar deyib qayıtdılar, o da qayıtmayıb. Elə deyib biraz dalımızdan gedən ki, bir də minomyotla vurdular uşağı. Elə mən o uşağın dəfininə getmişdim, məhəllədəydim, onların həyətində ki, uşağı Füzulidən gətirirlər, gün orta. Elə gün zəng gəldi. Şeyləndə gördüm ki, intiqamdır. Dedi, ata sən haradasan? Dedim ki, ayda bu Mansur dayının uşağın şəhid olubdu. Ehtiyatla deyirəm da. Deyir, ata, niyə şey eləyirsən, onu mən səndən qabaq bilirəm. Mən onu dedi, heç kənd bilmirdi, biz onu bilirdik, deyir. Bildik. Özə onunla da may ayında ayrılıbdı. O ondan böyükdü, yaşda orada yan-yanadılar onlar. O ondan böyükdü, amma bir yerdə oturub dururdular. O da çox sakit uşağı, özəkkəşək sənətkar uşağı idi. Axırıncı kərə görüşüb ayrılıblar. O amba təzə getmişdi hərbiyə. O da maxey kimi getmişdi, o da təzə getmişdi. Onlar ayrılıb, amma əlaqələri olmuşdu da. Dedim, ağa, buradayam, özü qoru, Allah qorusun sizi. Dedim, məndən narahat olma.
Biz indi Şuşanın mərkəzindəyik. Bura böyük tikinti meydançasını xatırladır. Ziyarətçilərimiz də var. Amma vaxtilə bu yerlərdə qanlı döyüşlər gedirdi. Vaxtilə deyəndə çox da uzaq olmayan tarixdə. 2020-ci ilin Vətən müharibəsi vaxtı. Və bizim qəhrəmanımız İntiqam İsmailov da xüsusi təyinatlı qüvvələrlə birlikdə şəhərə ilk girənlərdən biri olub. Videolar sonradan çıxdı da, o Şuşaya getdiyi videodur. Çönür, deyir ki, inşallah Şuşaya gedirik. Cərgə ilə gedir, 25 dənə kəşfiyyatın uşaqları, yanlarında da 2 dənə it də gedir bulanın dalı ilə. O itlər deyir, axıra kimi onlarla gedib, məmnun sonra nə olub. Bunlar gedirlər, bu da çönür gülə-gülə, daldaya uşaq sakit gedir. Bu gülə-gülə çönür ki, inşallah Şuşaya gedirik. İntiqam. Aleyla. İntiqam. Allah. Allah. İnşallah şuraya. Gecə planlaşdırdı komandir ki, Daşaltı kəndində 1500-dən çox əskər yerləşibdi. Tank, texnikalı zatdı. Biz onların içinə keçməliyik. Siftədən də deyib bizi seçəndə 200 nəfərin içindən o 25 nəfər seçilib. Könüllülər. Dedi, siz %100 ölümə giyirsiniz. Fikirləşməyin, geri qaydasınız. Kim sağ-salamat geri qayıtsa, daha kəşfiyyata olmayacaq. Bu komanda qərargahı yarandı, bizdə bir birlik yarandı da komanda. Ancaq onda xidmət eləyəsiniz. Kim qayıtsa, amma %100 ölümdür. Qalxdıq Şuşaya və ermənilər bizi qabaqdan gözləyirdi da ki, hə, bunlar yolla gələcək. Amma bir vaxt baxdılar ki, gecə bir də onu deyim, elə bil getdik, yerləşdik, komandirə təyin elədilər ki, burada yerləşmək lazımdır. Demək, haradasa bir 15 metr yuxarı ilə yol gedir. Ermənilər bizdə haradasa təxmini 300-400 nəfər adam meşəlikdə aşağıda. Bildiyiniz, yəni çox yaxından keçirdilər, yəni bizi görə bilmirdilər. İnan ki, deyir, erməni yatışıbdır, deyir, 30-40 metrəsindən deyir. Yatışıblar da, deyir, texnikaza, cərgə ilə o 25-nə deyir, oradan elə keçdik, deyir. İnan ki, deyir, daha nəfəs də almırdıq, da, yalancılar söz. Elə qorxumuzdan da ki, qalxdıqsa bizi, deyir, onlar oradaca deyir, məhv eləyəcəklər. Keçib, deyir, heç xəbərləri də olmadı. Gizli saat 2-də. Keçdik, deyir, Şuşanın girəcəyindən qaya var idi, deyir. Belə çox da hündür qaya da öyle deyir. Oradan girdik, deyir, Şuşa ərazisinə. Ondan sonra, deyir, irəlilədik, deyir, gecə, deyir, orada, deyir, qəti qadağan oldu, deyir, silah atmaq. Hamı, deyir, əlində bıçaqları saxlayıbdır. Ki, birdən rastlaşarsan, qabaqlaşarsan, eləməlisən. Orada, deyir, mən, deyir, elə, deyir, qaranlıqda, deyir, rastlaşdıq, deyir. Bizi, deyir, orada gənə bölüşdük, deyir. Gecə oldu, hava qaranlığından sonra başladıq Şuşaya irəliləməyə. Ermənilər baxdı ki, qabaqda olanlar, ermənilər baxdılar ki, Şuşanın içində Azərbaycan xüsusiyyətləri Şuşanın içindədir. Şuşanın qurtuluşu elə də asan olmadı. Şəhərdə bir neçə gün şiddətli döyüşlər getdi. Ermənilər buranı həm artilleriya atəşinə tutdular, həm də müxtəlif çaplı silahlardan atəşə verdilər. Ancaq buna baxmayaraq Şuşanın fatihləri axıra qədər şəhərin müdafiəsini qoruyub saxlaya bildilər. Ancaq bu ağır döyüşlərdə təbii ki, şəhidlərimiz də oldu və o şəhidlərdən biri də İntiqam İsmailov idi. Atışma getdi. Möhkəm.
Həmin yerdə tank mərmisindən vurdular. Belə deyim. Orada mərmi vannasına düşəndə mən ən azı bir xeyli məsafəyə dəqiq bilmirəm, amma yalan olar. Xeyli məni bir məsafəyə tulladı. Tullayanda özümdə deyildim. Heyətlərdən xeyli 5-6 nəfər olardı, məni qırağa çəkdilər. Nətər deyirlər ona ki, o özümə gəlməyim üçün, özümə ələ almağım üçün. Bir özümə, gözümü bir təhər açanda başım üstündə intiqam gördüm. Apardılar, bir hardamasa orada da bir 5-6 gün şu Füzulidə qaldım. Elə səhərsi günü dedilər ki, onun şeyə xəbərin gələndə dağıtan, nətər deyim, vəziyyətim yaxşı olmadı. Elə il yarım ona görə, bir ilə il yarıma, 1-2 ay belə yaddaşımdan ağır əziyyət çəkdim. Xeyli müalicə aldım, özümə gələ bilmirdim. Həm onun itkisindən, onun şəhid olmağından, düzdür, şəhidlik böyük uca zirvədir. Amma qardaşdan da yaxın olan birini itirmək adama dağıtan da ağır verir. Narahat oldum, mən yuxuma da girmişdim. Onda başladım narahat olmağa. Bilmədim, ayın neçəsi idisə. Gedib vayonkomata gedib maraqlanım orada. Onda gedib maraqlanmışdı. Onda bilmişdi. Bu döyüşlərdə ağır yaralanan İntiqamın ona yardıma gələn xüsusi təyinatlı qüvvənin mənsubundan bir xahiş olur. Məni çək və vəsiyyətimi dostlara, doğmalara çatdır. Qoy onlar mənim arxamca ağlamasınlar. Biz indi İntiqamın vəsiyyətini ürək ağrısından, amma həm də qürurla dinləyirik. Sen seçildi. Kardeşler. Vatan uğrunda. Esas vatandı. Vatan uğrunda. İnşallah kardeşlerimiz ilerleyecek. Atar, İlgar. Anam İlham'a, kardeşim İlham. Ben arkamda. Atar, İlgar. Anam İlham'a, kardeşim İlham. Ben arkamda. Ağlamayın. Dostlarıma sağ Allah ancağını sağlar. Bağışla beni. Elbin. Süleyman. Kenan, Cabir, Röşen. Fərid. Kenan, Cabir, Röşen. Fərid. Allah canı sağlar. Ata, ana, qardaş. Ağlamayın. Buradan sizə baxıram, ağlayırsınız. Ağlamayın. Ölməmişəm. Həmişə sizin yanınızdayım. Həmişə. Elə bir-iki kəlmə orada o sözlər deyibdi. Deyib bir də bu videonu 6 aydan sonra atamgilə, yəni paylaşarsan, paylaşma. Atam, anam dözməz bu vəziyyətə, bu söhbətimə görə mən ona xahiş eləyibdi. Deyib bir də bu bıçağı atama çatdır, məndən xatirə saxlasın. Əssalam ki, vətən sağ olsun. Çox ağır yaralanmış. Onun özü də bilirdi ki, şəhid olacaq da, yəni o zirvəyə, o yüksək zirvəyə qalxacaq onu. Orada başladı, video çəkdik. O özü danışdı. Danışdı ki, bəs arxamca ağlamayın, mən sizi görürəm. Yəni çox böyük bir
vətənpərvərlik, vətən sevgisi, imanı çox yüksək idi həqiqətən. Əziz həmvətənlər, əziz bacılar və qardaşlar, böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi. Şuşamızda Azərbaycan bayrağı dalğalanır. Sağ olsun komandirlər, sağ olsun şəxsiyyətimiz. Atdıq şərəfsizlərin bayrağın yerə və budur. Şuşa artıq Azərbaycanındır. Ürkəcli bayrağınla məsul yaşa. Ürkəcli bayrağınla məsul yaşa. Yuxuma çox girir. Dəfə burada yas yerinə gedəndə keçən il idi. O mənə elə yuxuma girdi, yoldaşıma da danışdım onu. Dedi, ana, mən sənə deməmişəm qara paltar giyməyə niyə. Bir də həmişə mən onu çox istəyirdim qucaqlamaq. O yuxuda mənə gəldi, qucaqladı. Divanımız var idi burada, divanı yandı. O yuxuda mənə elə qucaqlamışdı. Mən o uşağımın bir o qədər də indi elə güclü, dözümlü, vətənpərvər elə görməmişəm daha. Amma bu hərəkətləri ilə, bu belə vətənpərvər olmağını mən sonradan görürəm ki, mənim uşağım nə qədərə dözümlü olub, nə qədərə qorxmaz uşaq olubdur. Mən sonradan tanıyıram. İntiqamın valideynlərinə onu demək istəyirəm ki, intiqam böyük bir yüksək təbəqəyə, şəhidlik təbəqəsinə yüksəlibdir. O Allahın yanında çox böyük bir hörmətli bir şəxsdir. Yəni sadəcə bütün şəhidlərimizin valideynlərinin əlindən öpürəm. Allah şəhidlərimizə rəhmət eləsin. İntiqam da valideynlərinə əlindən öpürəm. Çox sağ olsunlar ki, elə bir övlad, elə bir igid dünyaya gətiriblər və ona tərbiyəni veriblər, vətən sevgisini ona tanıtdırıblar. Bütün millətimiz var olsun. Bütün millətimiz var olsun. Millət sel kimi axdı. Qıraq, bucaq, başqa rayon, öz rayonumuz, öz kəndimiz. Mən fəxr eləyirəm ki, Allah bizim ailəmizi qardaşımla əbədiləşdirdi.